Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammed Ali Muhammed. Ve la'netullahi ala adaihim ecma'in minel ani ila qiyami yevmiddin. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefkahu kavli. Ve la tehsebennellezine kutilu fi sabilillahi emvaten bel ehya'un inde rabbihim yurzakun. Sadakallahul aliyyul azim. Bu mübarek meclisimiz müminlerin həqiqi anası Həzrəti Peyğəmbər Əkrəmin vəfalı həyat yoldaşı Həzrəti Xədicə salamul aleyhanın vəfatı münasibətilə o Həzrətin adına qurulub və bugünkü məclisimiz bu barədədir. Sadəcə mövzuya keçməzdən öncə bildiğiniz kimi İslam dünyasında çok büyük bir itki baş veribdir ve mərci, təqlid, mücahid, alim Seyyid Əli Hüseyni Xamneynin şəhadətə yetdiyi gündür. Bu münasibətlə də qardaşlara başsağlığı verirəm və başta İmam Zaman salamul aleyh olmaqla və bir neçə dəqiqə bu mövzuda sözümü başlamaq istəyirəm. Baxın, Ayətullah Xamneynin ən azı iki cəhətdən boynumuzda haqqı var. Birincisi, İmam Zaman salamul aleyhin bizə tapşırdığı və tabe olmağımız əmr olunan hədis ravilərindəndir. Alimlər, din mütəxəssisidir və mərci təqlidlərdəndir. Qardaşlar bilirlər, İmam Zaman salamul aleyh böyük qeybət dövründədir. Və bu dövrdə xüsusi nümayəndələrlə yazışmalarında bizim vəzifələrimizi təyin edib. O vəzifədən biri qarşıya çıxan hadisələrdə bizim hədisləri nəql edənlərə müraciət tapşırığıdır. Qabaq danışmışıq bu barədə ki, hədis nəqlindən məqsəd elə necə gəldi hədisi nəql eləmək deyil. Bir insanın bu sahədə mütəxəssis olub hədisi nəql eləməkdir. Məqsəd din mütəxəssisidir, din alimləridir. Yəni qarşıya çıxan hadisələrdə din mütəxəssislərinə ki, həmin müştehidlərdir, mərci təqlidlərdir, onlara müraciət edir. Və şəhid Seyyid Ayətullah Xamneyi hədis ravilərindən idi. Bu cəhətdən boynumuzda haqqı var. Digər bir cəhət isə onun dünya müsəlmanlarının düşünən bir qeyrətli rəhbərin və başçının olmasıdır. Baxın, bu elə bir məsələdir, məzlumdan müdafiə. Bu, hər bir insanın fitrətində qoyulmuş bir məsələdir. İstənilən vicdanı oyaq olan, sağlam olan şəxs həmişə o əzilənin, məzlumun yanında zülmün və zalimin qarşısında olur. Bunun əksi kimdə, hansı cəmiyyətdə baş versə, deməli, o əsl fitrətindən, vicdanından uzaqlaşdırılır. İstənilən yerdə, bir küçədə, bayırda adam çıxa görə birinə zülm olunur haqsız yerə, o insandırsa narahat olmalıdır, bacardığını etməlidir. İndi bir insan ki, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq məzlumların fəryadına çatır, onları düşünür və əlindən gələni eləyirsə, burada artıq
daha çox bizim boynumuzda haqq qoyur. Bu iki cəhətdən biz borçluyuq ki, yad eləyək bu böyük şəxsiyyəti. Mən bu Həzrət barədə danışmaq istəsəm, gərək ayrı bir, xüsusi bir məclisimiz olar, geniş bu barədə danışam. Mən sadəcə xırda bəzi məsələlərə işarə edirəm. Ayətullah Misbah Yazdinin bir Ayətullah Xamneyi barədə sözünü xatırladıram. Bununla kifayətlənirəm. Elə başa düşürəm ki, ən kompleks sözlərdən biri budur. Ayətullah Misbah Yazdı barədə yəqin eşitmişsiniz. Ömrünü İslam yolunda həsr edən bir mütəfəkkirdir, böyük bir din alimidir, filosofdur və mötəbər kitabları, möhkəm kitabları günümüzə kimi gəlir. Ən mötəbər İslami kitablar ondan bizə ərmağan qalır və tarixşünasdır və şəxsiyyətləri tanıyandır. Bu müqəddiməni ona görə deyirəm ki, bütün bu biliklərdən sonra Ayətullah Xamneyi barədə bir sözü var. Buyurur ki, məsumlardan sonra bütün dəyərləri özündə cəm eləyən ikinci belə bir şəxsiyyət mən görməmişim. İkincini ümumiləşdirin, hər kim zehninizə gəlsə. Buyurur ki, ikinci belə bir kompleks, cami sözünü işlədir. Yəni, bütün o üstün dəyərləri, insani dəyərləri özündə cəm eləyən ikinci bir şəxsiyyət mən tanımıram. Özü də buyurur ki, mən İslam tarixindən xəbərsiz deyiləm. İslam tarixində olan bütün şəxsiyyətləri tanıyıram, araşdırmışam. İdarəçilik baxımından, siyasət baxımından, elm baxımından, mənəviyyat baxımından ikinci belə bir şəxsiyyət məsumlardan sonra belə bir şəxsiyyət tanımıram. Mən qısa demək istəsəm, çox müdrik bir şəxsiyyəti İslam aləmi itirir. Uzaq görənliyindən mən qısa nümunə qeyd eləmək istəsəm, öz sahəmdən, elmi sahədə yaratdığı ocaqlardan biri xarici tələbələr üçün dünyanın hər bir yerindən olan xarici tələbələr üçün elmi hövzədir. İstənilən şəxs dünyanın istənilən yerindən gedib və İranda müxtəlif şəhərlərdə olan universitetlərdə ödənişsiz, heç bir ödəniş etmədən, əksinə ödənişi təmin olunaraq təhsil ala bilər. Bu belə bir, hətta şiyələr üçün də, sünnilər üçün də fərqi yoxdur. Belə bir layihənin məsləhət verəni və bunun təşkilatçısıdır. Və yaxud İranda bir Nur müəssisəsi var. O müəssisə indiyənə kimi olan bütün kitabları cəm eləyib, onları elektron bir varianta salırlar. Məsələn, bütün təfsir kitablarını bir yerə cəm eləyir. Bütün indiyənə kimi İslam aləmində olan kitablar, bütün bunların hamısı Ayətullah Xamneyinin məsləhətinlə ərsiyə gələn məsələlərdir. Ayətullah Misbah Yazdı sözünün ardınca buyurur ki, 30 ildən çox olan rəhbərliyində bir nəfər ondan bir səhv görməyib. Düşmənlər ki, bu qədər lupa ilə axtarırlar səhvlərini ki, bu qədər düşmənçilik eləyirlər, təqdim eləsinlər. Ayətullah Misbah Yazdı buyurur ki, 30 il dövründə ondan hələn bir səhv görülməyib. Əlbəttə, şəri dini baxımdan da elə bir posta, məqamda qərarlaşmışdı ki, onun hər hansı bir xətası onu onun məqamdan sabit eləyirdi, yəni o rəhbərlikdən salırdı. Ölümü də, baxın, ölümü də insana, böyük şəxslərin, müdrik şəxslərin ölümü də insana yol göstərir. Mübarək Ramazan ayı, Allah ziyafəti, oruc halında, orucluğun vacib olan bir dövrdə dünyasını dəyişməsi, ibadət halında, namaz halında dünyasını dəyişməsi,
öz evində, öz ofisində insanlar üçün çalışaraq xalqın içində olması bu ilahi rəhbərlərin ən önəmli xüsusiyyətidir. Özünü xalqdan bilməsi, özünü onlardan ayırmaması. Eşitdiniz bu günlərdə olan o paylaşımlarda qorunmaq üçün müxtəlif yerlərə, sığınacağa aparılmaq istəyəndə icazə verməyib. Qoymuyor ki, cəmaat necə məndə belə. Prezidentlik dövründə terror eləmək istəyəndə əli yaralanır. Təqribən 40 ilə yaxındır ki, həmin o vəziyyətdədir. Baxın, bir ilahi rəhbərin xüsusiyyətinə baxın. 40 ildir əli əməliyyatsızdır. Səbəbi bilirsiniz nədir? Özünün etməyə imkanı yoxdur. Belə bir dövlət başçısının özünün əlini əməliyyat etməyə imkanı yoxdur. Dövlət tərəfindən də icazə vermir. Deyir ki, əgər bütün mənim kimi şikəst olan ya əməliyyata ehtiyacı olanları əməliyyat eləsəz, ondan sonra mən razı olaram ki, dövlətin büdcəsindən, dövlətin pulundan mənim də əlimi müalicə eləyəsiniz, əməliyyat eləyəsiniz. Belə bir böyük şəxsiyyəti İslam dünyası itirib, o xalqın içində olmasına nümunə vururdum ki, elə ofisdə xalq üçün çalışaraq, gecələri ibadətdə, gündüzlər müsəlmanların işlərini düşünməkdə, xalqının işlərini düşünərək keçirtməkdə idi. Amma hər bir halda insan, müsəlmanlar, məxsusən şiyələr naümid olmamalıdırlar və qeyd elədiyim o müdriklük, uzaq görənlik sözü boş yerə deyildi. O, bu günləri 20 il öncədən görürdü. Silahlı qüvvələrin komandanlarından biri deyir ki, Ayətullah Xamneyi bizə elə bir xət verib ki, biz indən sonra hər bir şəraitdə, hər bir zamanda indən sonra 20 il düşmənlə necə müqabilə edəcəyimizi bilirik. Müdrik bir rəhbərin xüsusiyyətlərindən biri budur. Bu uzaq görənlik, bəsirət və digər məsələlərə özündən sonra ümməti hazırlamaq. Amma bu dünya belədir, qeyd elədiyimiz kimi dünya heç kimə vəfa eləmir. Kulli nəfsin zaiqətil mevt. Hər bir canlı ölümü dədəcək və xoş olsun o şəxslərin halına ki, bu ölümləri Allah yolundadır, şəhadətləndir və bu qaydadan hətta peyğəmbərlər, imamlar belə istisna deyil. Ali İmran surəsində Allah Teala peyğəmbər barədə buyurur ki, وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ أَفَإِنْ مَاتَ أَوْ قُتِلَ انقَلَبْتُمْ عَلَى أَعْقَابِكُمْ. Peyğəmbər sadəcə Allahın elçisidir. Necə ki, ondan qabaq elçilər gəlir. O, əgər ölsə və ya öldürülsə, öz keçmiş o səhv etiqadlarınıza mı qayıdacaqsınız? Ayə demək istəyir ki, o yol, xət davam edir. Ayətullah Xamneyni və Ayətullah Xamneyi kimi digər Rəbbani alimlərimizi yad eləməyimizdə də məqsəd onların yolunu təsdiqləməkdir. Bizim heç bir təəssübümüz yoxdur. Baxın, bu xət Allaha aparıb çıxaran xətdir. Bizim üçün ən ilahi ülvi dəyər Allah Təbarək və Teala'dır. Hər o şey ki Allaha gedib birləşməsə bizim üçün dəyəri yoxdur. Biz bu alimləri ona görə əziz tuturuq, dəyərli tuturuq ki, onlar yollarını, yaşayışlarını Əhl-i Beytdən, Peyğəmbərdən, Peyğəmbərlərdən götürüblər. O Peyğəmbərlər ki, Allahın elçiləridir. Bütün bu dəyərlər gedir, birləşir Allaha. Əgər Allaha gedib çatmasa, onun heç bir
dəyəri yoxdur. Və önəmli olan bu kimi məsələlərdə onların xəttini, yolunu tanımaqdır. Onlar bizim üçün yaxın ülgülərdir. Baxın, bizim dövrümüzdə, bizim dövranımızda yaşayan bizə Əhl-i Beytə yaxınlaşdıran yaxın ülgülərdir. Biz Peyğəmbər və imamlar bizim üçün örnəkdir. Bəli, onlar amma bəzən onların yaşayışına çatmaq üçün biz yaxın örnəklərdən gərək nümunə götürək. Bəzən insanın valideyni evdə insana nümunə ola bilər. Və xoş o ailələrin halına ki, belədir. Ata, ana, evlad üçün nümunədirlər. Bunlar baxın, yaxın nümunələrdir, ta insan getsin o böyük nümunələrə çatsın. Alimlərimiz, xüsusilə belə Rəbbani alimlər yaxın ülgü nümunədirlər ki, biz Əhl-i Beytin yaşayışıyla tanış olaq. Allah Teala cəddi İmam Hüseyin əleyhissalamla məşhur eləsin. Amin. Allah Teala düşmənlərini xar və nabud eləsin. Amin. İnşallah İslam mücahidlərini, İslam ordusunun əli ilə tezliklə qisasını görməyi hər birimizə nəsib eləsin. Amin. Danışığımın ardınca elə bu Rəbbani alimin təqdimatında, onun bəyanında Həzrəti Xədicə sallallahu əleyhə barədə danışmaq istəyirəm. Ki, İmam Xamneyi Həzrəti Xədicə sallallahu əleyhəni necə vəsf edirdi, necə bizə tanıtdırırdı. Onu bənzərsiz nümunəsi olmayan bir şəxsiyyət olaraq bəyan edir və ilk qeyd elədiyim mənim nöqtə budur ki, İmam Xamneyi buyurur ki, Həzrəti Xədicə sallallahu əleyhə həqiqətən məzlum və qərib, tarixin məzlum və qərib şəxsiyyətlərindəndir. Ki, lazımınca dəyəri bilinmir, lazımınca haqqı əda olunmur. Və bu, həqiqətən onun qürbəti və məzlumiyyətidir. Və təkid eləyir ki, bu şəxsiyyəti tanımaqda bacardığınız qədər daha dəqiq tanımaq üçün mütaliə eləyin barəsində məlumatlanmağa çalışın. İkinci qeyd elədiyim məsələ ki, Həzrəti Xədicə sallallahu əleyhənin dəyərinin 2 qat olmasına səbəb olur Ayətullah Xamneyinin bəyanında, o Həzrəti Peyğəmbər Əkrəmin həyat yoldaşı olmasıdır. Amma baxın, Həzrəti Xədicə sallallahu əleyhənin Peyğəmbərin həyat yoldaşı olmaqda digər həyat yoldaşlarından fərqlilik var. Həzrəti Xədicə sallallahu əleyhə Peyğəmbərin o ən çətin dönəmində onun həyat yoldaşı olur. Həyatını həqiqi yoldaşlıq eləyibdir. O birisi həyat yoldaşları Peyğəmbər qüdrətə çatandan sonra, izzətə çatandan sonra, ehtiram olunanda o Həzrətin həyat yoldaşı olublar. Amma Həzrəti Xədicə sallallahu əleyhə ən çətin dövrü o Həzrətin yanında olub, ona yoldaşlıq eləyib. Və bu səbəbdən idi ki, o Həzrət həyatda olan müddətdə Həzrəti Peyğəmbərin başqa bir həyat yoldaşı olmuyor. Başqa bir xüsusiyyət ki, İmam Xamneyinin bəyanlarında var Həzrəti Xədicə sallallahu əleyhə barədə 12 imamın anası olmasıdır. 12 imamın tərbiyələnməsində rolunun olmasıdır. Ki, bu əsasən Həzrəti Zəhra sallallahu əleyhə vasitəsindəndir. Yəni, Həzrəti Zəhra sallallahu əleyhənin tərbiyəsini öhdəsinə götürməsindən 12 imamın anası olaraq tarixə düşür və bu onun üçün bir imtiyazdır. Hətta İmam Xamneyi buyurur, Əmir əl-Müminin əleyhissalamda Həzrəti Xədicə sallallahu əleyhənin qucağında böyüyüb və onun tərbiyəsini görüb.
Hazreti Peyğəmbərdən himayət etməsi, onu təsdiq etməsi, hamının onu inkar etdiyi bir dönəmdə, İslamın əvvəl çağlarında Hazreti Xədicə sallallahu əleyhə Peyğəmbəri himayət edib, onun yanında durub. Və bu məsələ doğrudan xanımlar üçün çox böyük bir örnəkdir. Həyat yoldaşlarına dəstək olmaqda, onları himayət eləməkdə, onlara kömək olmaqda. Baxın, Peyğəmbər Əkrəmin müvəffəqiyyətinin bir sirri buydu. Belə bir həyat yoldaşının olması və belə məsələləri xüsusilə çətin anlarda, hər bir ailələrdə bir çətin anlar, çətin şəraitlər ola bilər. Həzrəti Xədicə sallallahu əleyhədən dərs alan hörmətli xanımlar bu çətin anlarda həyat yoldaşlarına dəstək olmalıdırlar. Peyğəmbərdən himayət, onu təsdiqləmək başqa bir imtiyazdır ki, Ayətullah Xameneyi buyurur. 5-ci qeyd elədiyim imanda pişqədəm olmaq, imanda öncül olmaq. Bu bir dənə böyük imtiyazdır, ən böyük üstünlüklərdən biridir Həzrəti Xədicə sallallahu əleyhə. Ola bilər biz bu məsələni çox dərk eləmirik. Bizim üçün belə bir şey qarşıya gəlməyibdir ki, biz hansısa bir keçmiş adət-ənənələrimizdən keçək. Baxın, Həzrəti Xədicə sallallahu əleyhə belə bir dönəmdə idi ki, İslam dinini yeni bir şeydi, onu qəbul eləmək, pak bir ruh istəyirdi, pak bir mənəviyyat istəyirdi, adət olunmayan bir məsələdir. Mən qısa misal çəkim, adi bizim həyatımızda qarşılana bilər, sonra qayıdacam, yenə işarə edir. Baxın, bir dənə xanımdır, ömür boyu hicabsız yaşayıb, buna adət edir. Və sonra birdən həqiqəti dərk edir. Bilir ki, bu Allahın əmridir. Hicab dəyərdir başdan ayağa bir xanım üçün. Allahın hər bir xanıma verdiyi dəyərdir, bir vacibatdır. Bunu dərk edir və dərk eləyəndən sonra baxmayaraq ki, illər boyu belə yaşayıb. Onun üçün çox çətindir yeni bir həyata qədəm qoymaq, sanki yeni bir o adət-ənənələrdən çıxmaq. Amma o ruh ucu olandan sonra, pak olandan sonra, mənəviyyat və həqiqəti dərk eləyəndən sonra artıq insan buna addım atır və o kim nə deyər, kim nə fikirləşərdən keçir artıq. Baxın, Həzrəti Xədicə sallallahu əleyhədə iman məsələsində o keçmiş adət-ənənələri kənara qoyub və ilk iman gətirənlərdən cəmaət tərəddüd edib və öz dinlərində, inanclarında qaldıqları bir vaxtda Həzrəti Xədicə sallallahu əleyhə öncül iman gətirənlərdəndir. 6-cı qeyd elədiyim məsələ hamımızın çox eşitdiyi o Həzrətin iqtisadi cəhətdən fədakarlığıdır, isar etməsidir, malını, sərvətini Allah yolunda verməsidir. Sərvəti barədə qeyd ediblər ki, yüzlərlə dəvələr Həzrətin sərvətini yenə də daşıya bilməzdilər. Yəni, o qədər böyük sərvətə malik idi. Amma Həzrətin sərvətdən, maldan keçməsi və bu günə kimi deyilməsinin səbəbinə diqqət edin. Həzrət, biri var, bəzi insanlar imkanlıdırlar. O bir hissəsindən, malından Allah yolunda verir xeyir işlər üçün. Dəyərlidir, bu da yaxşıdır. Təki, inşallah ruzimiz halaldan olsun və Allah yolunda sərf olunsun. Birinin var, dövləti var, imkanı var, bir qismini verir İslam yolunda. Həzrəti Xədicə sallallahu əleyhə bütün var dövlətini İslam yolunda verdi. Bu çox böyük imtiyazdır. Nəyi var idisə hamısından keçir. Çox çətindir. Təsəvvürü belə çətindir. Danışılması rahatdır. Nəyi var idisə o rahat yaşayışından, hər şeyindən keçdi İslama xatir, Peyğəmbərə xatir və Peyğəmbərin ixtiyarında qoydu. Və ondan sonra hətta iqtisadi blokada da Şəbi Əbi Talib barədə eşitmişsiniz və digər
blokadalarda o çətinlikdə qərarlaşdı. Amma var dövlətindən keçdi, isar elədi. Bütün hər şeyini Allah yolunda İslama xatir verdi. Bu çox çətin bir əməldir və Həzrəti Xamneyinin bəyanında Həzrəti Xədicə salamu əleyhanın başqa bir imtiyazıdır. Və nümunə olmaq, Həzrətin əməli olaraq, praktiki olaraq nümunə olması bizim üçün başqa bir dərsdir. Yəni Həzrət bizim üçün örnəkdir. Tək qadınlar üçün də deyil, həm qadınlar üçün, həm kişilər üçün Həzrətin yaşayışı bir nümunədir. Ən əsası da Peyğəmbərin himayət etməsi, Peyğəmbərin yanında olması, onu dəstəkləməsi, İslamı düşünməsi, o pak bir mənəvi ruha sahib olub ilk iman gətirənlərdən olması. Bu baxımdan idi ki, o Həzrət dünyasını dəyişəndə amul fil, Həzrəti Peyğəmbər həmin ili hüzn ili qərar verdi. Hüzn ili olaraq qərarlaşdırdı və hətta bəzi nəqillərə, bəzi tarixi istinadlara əsasən heç kəs Peyğəmbəri həmin il ərzində, həmin dönəmdə üzügülən görmədi. O həyat yoldaşına, Həzrəti Xədicəyə olan dəyərin əlamətidir. Biz bugünkü günümüzdə bəzi doğrudan məntiqlə, ağılla, qəlblə Allaha xatir bağlandığımız bəzi şəxslərin dünyadan köçməsini görürük, kədərlənirik və adama çox ağır gəlir. Onlardan biri elə bugün dünyasını dəyişən Peyğəmbər balası Seyyid Əli Hüseyni Xamneyidir ki, biz onu doğrudan məzlumların yanında, dünya müsəlmanlarını fikirləşdiyinə görə, pak və mənəviyyatlı bir şəxs olduğuna görə, Əhl-i Beyt ardıcılı olduğuna görə sevirdi və belə bir şəxslərin belə bir məzlumanə ölümü, belə bir məzlumanə dünyadan köçmələri bizim üçün təsir edir. Və bu təsirdən biz bir balaca başa düşürük ki, indi o Əhl-i Beyt məqamı, onların dövründə yaşasaydıq biz onların o uca məqamları və bunların vasitəsilə biz onları dərk edirik ki, necə böyük bir ruha sahib idilər, necə böyük bir şəxsiyyət idilər. Həzrəti Peyğəmbərin bir il hüzn ili qərar verməsi ilə bu səbəblərdən idi. Yəni, belə bir böyük şəxsiyyətlər idi. Amma hər bir halda heç bir gün fəda olduğumuz İmam Hüseyin əleyhissalamın gününə çata bilməz. La yevməkə yevməkə ya Əba Əbdillah. Heç bir gün o ağırlıqda, o müsibətdə İmam Hüseyin əleyhissalamın gününə çata bilməz. Bütün əhli əyalını Allah yolunda fəda verdi ki, din yaşasın. 6 aylıq körpəsindən və bütün əhli əyalından Allah üçün, Allah yolunda keçdi və bu yolda başı bədənindən ayrıldı. Allah inşallah Ayətullah Xamneyni cəddi İmam Hüseyin əleyhissalamla məşhur eləsin. Amin. Allah Teala intiqamını almağı müsəlmanlara nəsib eləsin. Amin. Allah Teala İmam Zaman salamın əleyhin zuhurunu təcil eləsin. Amin. Bizi o Həzrətin gəlişinə hazırlaşanlardan qərar versin. Amin. Allah Teala İslam bayrağını bütün bayraqlardan uca eləsin. Amin. Allah Teala dünyanın hər bir yerində zülm edənlər var, zülmündən əl çəkməyənlər var, tezliklə məhv nabud eləsin. Amin. Bütün dualarımızın qəbuluna Muhammed və Ali Muhammedə salavat zikr edin. Allahumma salli ala Muhammed
وآل محمد